Günlərin bir günü geyindim Viktor paltarını. Getdim Tokilərə. Tokilərdə loot eləyəndən sonra girdim binata pustum. Sonra gördüm ki, üstümə spor canlı adamlar gəlir. Əslində sonra pəncərədən baxdım, gördüm dünyanın ən yaxşı oyunçuları. Biri Başır Gey. O birisi də Qaos Rəhmətçi. Yanlarında da Vural Üzüm. Mənim dəmdə bir dənə DBS, bir dənə də DP. Məndə baş getdi, bədən qaldı. Tullandım pəncərədən aşağı, DBS-i götürdüm, Vural Üzümə tək atdım. Sonra da başı üstümə bandı, onun DP-ilə ütəyisi, o da yerə yapışdı. Sonra Qaos Rəhmətliyin başına rəcun düşdü, o da rəhmətli oldu. Bir də gördüm arxadan motosikletlə Jajqalka gəlir. Əslində Jajqalka mənə P90 ütəyisi atdı, mən də rəhmətli oldum.